İndi isə ətraflı. İşğaldan azad olunmuş ərazilərə qayıdış davam edir. Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə, yəni 223 nəfər yola salınıb. Onlar Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Biz bugün sevinirik, sevincimizin həddudu yoxdur. Allah prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bu gün vətənimizə gedirik. Torpağıma qayıdıram, şükür, hamıya Allah qismət eləsin. 15-16 yaşımdan şəhiddən çıxmışam. Uşaqlıq dövrünün ən gözəl çağlarını biz eldən, obadan, vətəndən olduq. Gələndə balaca uşaqlarla gəlmişdim, indi şükür Allah, nəvələrimlə qayıdıram, nənə olmuşam. Kəndə qayıtmaqda bizim arzumuz çoxdur ki, gedək şərait yaradaq, həyat bacamız olsun, yaxşı olsun. İndi nəvələrimizlə biz qayıdırıq o kəndə. Qonaq istəyərik, gəlsinlər, bizə çox gəlsin, dostlar, tanışlar. Gedim orada həyətdə nəvələrimə şərait qurum, gəlsinlər, yay tətillərində istirahət eləsinlər.